Salam, Gəncə adlı səlnamə qədim Gəncə məhəllələrinə doğru gedən cığırın növbəti ayrıcında Qırıqlı məhəlləsinin keçdiyi tarix yoluna nəzər salacaq. Məhəllənin yerləşdiyi ərazini hazırda cəmaət Bağmanlar ərazisi kimi tanıyır. Ancaq tarix göstərir ki, virtual olaraq Bağmanlar ərazi massivinin daxilində bir neçə məhəllə yerləşib. Qırıqlı məhəlləsi isə bu məhəllələr içərisində öz ərazisinin genişliyi, əhalisinin dini ayinləri daha həssaslıqla yerinə yetirməsi ilə seçilir. O zamanlar Qırıqlı məhəlləsi quzeydən Qızıl Hacılı, Qazaxlar, Günçıxandan İtdilər, sonralar Çıraqlı, Yuxarı Ozan, Bala Bağman, güneydən Carrılar, Talalı, Günbatandan Bayan, Daş körpü ilə haşiyələnirdi. Məhəllə başlanğıcını Xan arxından götürür və Daş körpüdə qurtarır. Hacı Qasımlı, Hacı Qayıflı və Hacı Kərimli bəyliklərindən ibarət olan məhəllə hazırda Məhsəti Gəncəvi, Rəfibəyli və Mehrabi küçələri ilə əhatə olunub. Onun ərazisi dəqiq məlum deyil. Amma təxmini bax Xan arxından bəri, Xan arxıdan bəri 8 nömrəli məktəb ki var, o yerləşir. Ondan bu tərəfə bir də yuxarı bayaq göz işlədikcə bu bağlara qədər Qırıqlı basalağı adlanır. Qırıqlı basalağı. İndi o Qırıqlı basalağında hamısı o Qırıq tayfasından deyil ha. Kənardan gəlmə xırda tayfalar da olub. Tayfalar gəlib qarışıblar, adını Qırıqlı adlandırıb. Qırıqlıyıq, biz də Qırıqlıyıq. İndi o Talalı, Carı dediklərini də Qırıqlı deyirlər. Deyirək Qırıqlı da. Amma biraz xırdalayanda gəlir Talalı ayrılır, Carı ayrılır, başa düşdünmü? Xəlfəli ayrılır, Qazaxlar ayrılır. Bunlar yavaş-yavaş, amma böyük sahəni əhatə edirdi Qırıqlıdan gələnlər. Böyük Bağmanın ən böyük küçəsidir Qırıqlı. Böyük Bağmanın ən küçəsidir. Bundan başqa Böyük Bağmanın küçələr var. Həlvəsənli, Xan arxının kənarında olan Qazaxlar. Sonra var ondan başqa Xəlfəli, Qızıl Hacılı. Bu küçələrin sonra Şabanlı, bu küçələrin ən böyüyü bu Qırıqlı küçəsidir. Qırıqlı küçəsi başlayır Xan arxıdan, düz qutarır Daş körpüdə və bu ərazidə olan küçələrin hamısı Qırıqlıya daxildir. Müəyyən küçələr var, kiçik küçələr, başqa küçələr, hal-hazırda olan adlarını mən deyim, Gəncəvi, Etibar Qurbanov küçəsi, Mehrablı küçəsi, bu küçələr hamısı Böyük Bağmanın Qırıqlı küçəsinin tərkibində gedir. Özü bu küçələrin bayaq qeyd edildiyim kimi ən böyüyüdür Qırıqlı küçəsi. Məhəllə ağsaqqalları ilə ünsiyyət zamanı onların Qırıqlıların kim olması ilə bağlı söylədikləri fikirlərdə də bir qədər ziddiyyət nəzərə çarpır. Bəziləri Qırıqlıların Borçalının Qırıqlı Bəyazitli, Qazağın Qırıqlı, Tozun Düz Qırıqlı, Dönük Qırıqlı kəndlərindən gəldiklərini düşündükləri halda digərləri bu məhəllənin adını Kürəkbasarın Qırıqlı kəndindən gələnlərin adı ilə bağlayırlar. Əslində isə həqiqət bir qədər başqadır. Məhəllənin yaşı bu cür köç-köçlərdən daha qədimdir. Bunu Qırıqlının məhəllə kimi şəhərdə tutduğu coğrafi mövqeyi də təsdiq edir. Böyük Bağmanın digər məhəllələrinə nisbətən Qırıqlı məhəlləsi, Bala Bağman və Ozan məhəllələri kimi Şah Abbas meydanı və İçqalıya yaxın yerdə olub. Ümumiyyətlə, Respublikamızın ərazisində mövcud olan xalqların, etnik qrupların və tayfa birləşmələrinin Azərbaycan tarixində oynadığı rolunu müəyyənləşdirilməsində yer adları mühüm əhəmiyyət kəsb edir. Coğrafi adlar hər hansı bir ərazidə tarixən və hazırda mövcud olan xalqların tarixi keçmişini, mədəniyyətini, ictimai və sosial vəziyyətini, adət və ənənəsini əks etdirən amillərdəndir. Müxtəlif dillərdəki qədim mənbələrdən aydın olur ki, müasir toponimlərimizin bir hissəsi qədim tayfa və qəbilələrimizin adını əks etdirir. Bəs Qırıqlı adı necə yaranıb? Bu ad özündə hansı tarixi məqamları yaşadır? Maraqlıdır ki, bu adla bağlı Azərbaycanda 40 otaq və ya 40 qız qəsri, 40 şəhidin tayfası, 40 qız bulağı, 40 qız tayfası kimi yer adları mövcud olub. Professor İbrahimov 19-cu əsr Azərbaycan mədəniyyəti kitabında Abbasqulu Ağa Bakıxanova istinad edərək Dərbənd hasarının şimal hissəsində
Qırxlar adı ilə məşhurlaşan Qala qapının 40 şəhidin öldüyü yer olduğunu və buna görə belə adlandığını yazır. Zəngəzur dağları silsiləsindən birinin adı da Qırxlar dağı adlanır. Həmin vilayət Naxçıvanın şimal hissəsini və Kiçik Qafqaz dağlarının cənub-şərq hissəsini əhatə edir. Qırxlar dağının mənşəyi haqqında xalq rəvayətləri və əfsanələr də mövcuddur. Rəvayətlərin birində söylənilir ki, dağ 40 zirvədən ibarət olduğu üçün bu cür adlanır. Əlbəttə, bu mülahizələr Qırxlar dağının adının mənşəyi haqqında söylənən rəvayətlərdir. Toponimik araşdırmalar isə bu əfsanə və rəvayətləri təkzib edir. Tarixi mənbələrdən aydın olur ki, Qırxlar dağının adı zirvəsinin sayına görə orada məskunlaşan tayfa adını əks etdirir. Bu dağın adı Oğuz mənşəlidir. Belə ki, dağ Oğuz oğlu Uruz xanın nəslindən olan Qırıq tayfasının adından götürülərək tarixi bir abidə kimi qorunub saxlanılır. Dilçilik elminin qanunlarında fonetik baxımdan qırıqlar qırıqlar halına keçə bilər. Görkəmli toponomist alim Mollazadə yazır ki, lar, lər, l və li sonluqları ilə düzələn məkan, yer adları eyni zamanda xalq, etnik adları əks etdirir. Deməli, Qırxlar dağı əcdadlarımızın, ulularımızın adından xəbər verən etnoronimlərdən biridir. Vallahi bunun müxtəlif yozmaları var tarixçilər. Məsələn, bəzi tarixlər onu qırxılı deyirlər. Bəzi tarixlər qırxlar deyirlər. Məsəl üçün, Dərbətdə olan qapı Qırxlar qapısıdır. Həm də Azərbaycanda olan kəndlərin adında qırxılı kimi gedir. Məsəl üçün, Tozla bildiyiniz kimi yolun kənarındadır kəndlər. Düz qırxılı, dönük qırxılı. Elə deyirlər. Biz qırxılı deyirik. Məsəl üçün, bizim cəmaat bu küçəli özü qırxılıdır. Biz qırxılı deyirik. Cəmaat bunun adından qalıb elə hamı qırxılı deyir. Bunu dəqiqdə bu, yəqin ki, bu daha dəqiq qırxlar olar. Ya 40 tayfanın birləşməsindən əmələ gəlib, ya 40 nəslin, ya 40 trənin birləşməsindən əmələ gəlib. Amma dəqiq bilmirəm mən onu. Amma mən eşitdiyimə qocalardan yazılışı da tarix ədəbiyyatda qırxılı kimi yazılır. Son dövrlərdə aparılan araşdırmalar, tədqiqatlar Qırxlı məhəlləsinin adı ilə bağlı söylənən bütün fikirlərin üstündən xətt çəkir. Artıq tədqiqatçılar sübut edirlər ki, Qırxlı tayfa adıdır. Bu tayfa, yəni Qırxlı məhəlləsinin cəmaatının əsilləri, köyləri böyük ehtimalla Qızılbaşlıların Əfşar tayfasının Qırxlı qoluna mənsub olub. 13-cü əsrdən Gəncədə böyük bir məhəllə halında formalaşıblar. Qırıqlı sözü mən lap cavan vaxtı kitablarda oxuyurdum, bəzi qəzetlərdə zət oxuyurdum. Güya qırxlar oluşlu, müqəddəs qırxlar tayfası, nə bilim, qırxlar dağı, qırxlar kənd, belə sonralar bu bir türk alimi Oğuznamə kitabı buraxıb, onu oxuyanda məlum oldu ki, xeyr, elə deyil. Bu, Oğuzun, bilirsən də, onun 4 oğlu, hərəsində 6 uşağı, 24 nəsil, böyük nəvələr. Onların da böyük nəsilləri olur. Onların da biri ən məşhuru Təbrizdə yaşayan Əfşar. Əfşar nəvəsidir ha. Əfşar adında nəvəsi. Onun da nəsil çox böyük. O nəsildə ən məşhur bir adam olubdur, adı Qırıq olur. Qırıq yox, Qırıq. Qırıq adında olur. Bu nəsildə çox böyük və hörmətli olur. O nəsildən dağılıb bir neçə yerlərə köçüblər. O cümlədən də gəliblər bura Gəncəyə. Gəncədə də şəhərə buraxmadıqlarına görə burada Bağmanda yurt salıblar. Burada üzüm gələndə gözlərindən üzüm gətiriblər. O üzüm sortu Təbriz üzümü də oradan gəlmədi. Bu aydın özü ispat edir də bu sənət ki, Təbriz üzümü o devirdən gəlib. Bunlar da neçə yüz il gəlib, əvvəl gəlib. Yəqin ki, Qırxılılar, mən bunu öz istinad edirəm Fərrux Əhmədovun Gəncənin tarixinə aid kitabında. O göstərir ki, Qırxılılar köhnə Gəncədə də yaşayıblar, yəni Əfşarlar. Gəncə yeni-yerinə köçəndə, yəni Şah Abbas Gəncəni tutub 1606-cı ildə yeni Gəncəni salanda Qırxılı tayfasını
oradan bərabər o köçən gəncələrlə bərabər bura köçülüb və burada məskunlaşdırılmışdır. Bu küçənin adı ən qədim adı çəkilən, Qırxılın adı çəkilən 18-ci əsrə aid Şəhriyar dastanı var. Həmin Şəhriyar dastanının qəhrəmanı da bax bu küçədən keçib gedib Qırxılın küçəsinin adı çəkilir dastanında ki, buradan keçib gedibdi Şəhriyar dastanının qəhrəmanı. Bunu göstərir ki, 18-ci əsrin əvvəllərində yaranır bu dastan. O dastanın yaranan vaxtı 18-ci əsrin əvvəllərində bu küçə var idi. Tarixçilərin göstərdiyinə görə şəhərin kənar küçələrinə daxildir, qala daxilində daxildir, böyüdür. Şəhərin ətrafında olan qalan və kənar küçə kimi mövcud idi. Araşdırmalar daha bir faktı da sübut edir ki, Nadir Şahın mənsub olduğu Əfşar tayfasının bir qolunun adı da Qırıqlı olub. Mənbələrə istinadən demək olar ki, Nadirin qardaşı İbrahimin ölümündən sonra Azərbaycana Əfşar tayfasının Qırıqlı qoluna mənsub olan Əmiraslan xan hökmranlıq edib. Deyildiyi kimi, Qırıqlar adının mənşəyi haqqında müxtəlif ehtimallar olsa da, sonda bu ad yenə də Türk tayfasına bağlanır. Haqqında bəhs etdiyimiz Qırıqlar məhəlləsi də Qızılbaşlıların Əfşar tayfasının Qırıqlı qoluna mənsub olan əhali tərəfindən salınıb. Bu tayfaya mənsub olan insanlar hələ 15-ci yüzillikdən qədim Gəncədə məskunlaşıblar. 17-ci yüzillikdə şəhər indiki yerinə köçürüldükdə bu tayfanın sakinləri də tarixən formalaşan müasir Gəncənin ərazisində kök salıblar və öz məhəllələrini yaradıblar. Zaman keçdikcə Qırıqlı adı el arasında Qırıqlı kimi işlənməyə başlanıb. Qırıqlı məhəlləsinin sakinlərindən olan Məmməd Kərimov da nəsillərinin Əfşarların bir qolu olan Qırıqlar tirəsindən olduğunu bildirir. Tarixi də qədim tarixə malikdir. Azərbaycan orta əsr tarixçilərinin dediyinə görə, ondan başqa Azərbaycanın müasir tarixçilərinin araşdırmalarından məlum olur ki, 11-ci əsrdə Azərbaycana gəlmiş 24 Oğuz tayfasından biri də Əfşarlardır. Həmin Əfşarların da bir tirəsi Qırxılıdır. Hal-hazırda ki, bu küçədə yaşayanlar var, həmin Əfşarların bir tirəsidir. Hətta tarixi faktlarla sübut olunmuşdur ki, Nadir Şahın özü də, İran Şahı, Nadir Şah Əfşar da Əfşarların Qırxılı tirəsindəndir. Düzdür, Nadir Şah Əfşar Orta Asiyada, İranın sərhədində olan ərazidə yaşayıbdır, oradan gəlibdir. Amma Əfşarlar hal-hazırda Azərbaycanda bir neçə kəndlərdə yaşayırlar. O cümlədən Ağcabəlidə Əfşar kəndi var. Qırxılı adından, yəni Əfşar tərəfəsindən daxil olub. Qırxılı adından adlanan Azərbaycanda 20-yə qədər kənd var. Kəndlər Azərbaycanın Goranboy rayonunda, Ağdam rayonunda, Göygöl rayonunda hal-hazırda var. Qırxılı kəndi adında kənd var. Sonra Tovuzda 2 Qırxılı var, Düz Qırxılı, Dönük Qırxılı. Yəqin ki, bu kəndlərin hamısı sakinləri Əfşar tayfasına məxsus olan şəxslərdir və onlar Azərbaycanın müxtəlif yerlərinə bərabər Gəncədə yaşamışlar. O cümlədən Gəncənin Bağman hissəsində, bax bu hissədə yaşamışlar. Tarixini qəti mən deyə bilmərəm. Ən azı, ən aşağı bir 600-700 il tarixi var bunun, rahat. Çünki mənim ulu babam ata tərəfində, ana tərəfində. Ulu babam Qırıqlıdır. Hacəsənli deyirlər, Hacəsənli nəsli. Bax, onlar söhbət edib, mənim anamın əmsi oğlu var, indi bu saat 85-86 yaşı var. O davuluşdadır, ya xəstədir. O danışırdı ki, babam danışırdı ki, onun babası mənim anamın babasıdır. Onun babası Hacı abisi. Danışırdı ki, mənim ulu babam bura gəlmədi. Özdə İttihatdan, İrandan gəlir. İrandan gəlmə sözü mənə bir qədər verir ki, doğrudan da, əsas verir ki, doğrudan da bunlar Təbrizdən gəlmədilər. Özdə Qırıq tayfasından gəlmədilər. Onların bir hissəsi gəlib, məsələ, Tovuzda yurt salıblar. Şəhərdə bir neçə yerdə var Qırıq. Birinci kök alanlardan biri də Tovuzda rayondadır. Orada da Dönük Qırıqlı da var. Dönük Qırıqlı kəndidir. Gedib maraqlansan, görərsin. O Dönük Qırıqlarda. Orada olan Qırıqlı cəmaatından bir neçəsi gəlib Gəncəyə. Bura, bax, Bağmana. Gəliblər, burada bir neçə müddət yaşayırlar, görülür. Nə ilənsə əlaqədar qayırırlar geri. Geri qaydanda onlar deyirlər Dönük Qırıqlı. Orada yer verməyiblər. Böyürdə balaca bir kənd salıblar. Dönük Qırıqlı. Onun da adı olubdur Dönük Qırıqlı. Məmməd Kərimov isə bildirir ki, Əmir Teymurla
Türkiyə Sultanı İldırım Bəyazit arasında 1402-ci ildə baş verən döyüşdə Əmir Teymur qalib gəldikdən sonra o Türkiyədə yaşayan Eyrum, Qırıqlı və bir sıra tayfaları Gəncəyə, Qarabağa köçürür. Ulu babası Mehrabda o vaxtdan Gəncəyə gələrək burada kök salır və Mehrablılar məhəlləsinin əsasını qoyur. Məmməd müəllim böyük ehtiramla qoruyub saxladığı nəsil damğasını da iftixarla göstərir. Maraqlıdır ki, bu damğa əfşarların damğası ilə eynidir. Mən özüm peşəmə görə tarixçiyəm. Maraqlanmışam bu sahədən. Bizim ağsaqqallar olub küçədə rəhmətə gediblər. Onlar deyirlər ki, Qırxılıları Teymurlək Ərzurumdan köçürüb gətirib bura. Hal-hazırda da bildiyiniz kimi Türkiyənin Ərzurum, Qars, İqdır hissəsində 8 milyona yaxın Azərbaycanlı yaşayır. Onların demək olar ki, 90% əfşardılar. Yəni bu küçənin sakinləri biz əfşar deyə bilərik, əfşardılar. Mən bunu tarixi fakt kimi mən sizə deyim. Məsəl üçün bizim nəsil əfşarların Qırxılı tirəsinin Mehrablı nəslindəndir. Mehrablı nəslinin geribidir. Bu eynilə əfşar geribidir. Bu gördüyünüz gerib, məsəl üçün Türk tarixçisi, ondan başqa Divan Lüğəti Ət-Türk kitabını tərkib etmiş məşhur alim Mahmud Kaşğarinin həmin kitabında, Divan Lüğəti Ət-Türk kitabında 24 Türk tayfasının tamğaları verilir. Yəni mən müasir dildə tərcümə etsək, peçatları var. Bu əfşarların, həmin tamğa əfşarlarındır. Bu gördüyünüz tamğa əfşarlarındır və bu bizim nəslə məxsusdur. Bu bizim nəsildə 600 il bizim nəslə saxlanılır. Bəli, bu damğa 600 il bizim nəslə saxlanılır. Əfşarlara məxsus tamğadır. Biz də əfşarların bu Qırxılı tayfasının Mehrablı tirəsindənik. Türk uruqlarının ən qədim düşərgələrinin, ata-baba yurdlarının, onların doğma vətənlərinin, habelə mövcud olan ünvanlarını müəyyənləşdirmək üçün damğa və işarələrin müstəsna əhəmiyyəti var. Damğa və işarələr bir sıra başqa xalqlarda olduğu kimi Azərbaycan xalqının da təşəkkül tapmasında iştirak edərək müxtəlif etnosların, qədim yazı mədəniyyətinin ilk nümunələri kimi qiymətli yadigarlardır. Qırıqlı məhəlləsində Zərrabi, Soflu Qədər, Azərbaycan və Gəncə tarixində xüsusi çəkiyə malik olan insanlar yaşamasa da, bu məhəllədə öz ağsaqqalları, ziyalıları, mərifət sahiblərinin çoxluğu ilə seçilib. Məhəllənin tanınan nəsilləri sırasında Qacarların bir qolu olan Dəvəlilər, Səftərlilər, Talanlılar, Ocaqlılar nəsillərinin adları indi də yaşayır. Nəinki sözü gedən məhəllədə, o cümlədən Gəncədə böyük nüfuza malik olan Seyid Mir Mehdioğlu Mir Məsim Ağa da bir zamanlar ayrıca məhəllə olan, sonralar Qırıqlı daxilində unudulan Carrı məhəlləsində ömür sürüb. Ağanın adı çəkiləndə bugün də məhəllə sakinləri onu böyük ehtiramla anır, şəxsiyyətinə yüksək pərəstiş nümayiş etdirirlər. Seyid Mir Məsim Ağa var, ən müqəddəs seyidlərdən biridir. O hardan gəlib? İrandan gəlmədilər. Bilirsən də Seyid nəsli əsasən İrandan gəlmədilər. Lap kökünü axtarsan onlar ərəb tayfalardır, ərəbdilər. Seyid ərəb, Seyid sözü də ağa deməkdir. Xalq inanırdılar müqəddəs adamlar kimi, bunlara hörmət bəsləyirdilər. Hələ indi də onlar özləri rəhmətə gediblər, ruhları şad olsun. Onların övladları qalıblar, nəvələri, nəticələri, onlara müqəddəs adam kimi baxırlar. Hətta cəddinin adına içindəki Mir Məsim Ağanın cəddi haqqı. Bunlar çox hörmətli adam olublar. Bağmanın ən böyük məşhur, şəhərdə 4-5 seyid nəsilləri var. Bir də bunlardılar, bu nəsil, ən məşhur adamlar. Çox sakit. Özdə danışanda da bilirsən nətər danışırdı. Hə, elədir. Bax, belə də danışırdı. Bağmanlar ərazisində yerləşən digər məhəllələr kimi Qırıqlı sakinlərinin də əsas peşələri bağçılıq və maldarlıq olub. Üçtəpə, Acı Babaxanlılar ərazisi məhəllə sakinlərinin əkin yerləri idi. Onlar bu ərazilərdə əsasən üzüm məhsulları yetişdirərdilər. Məhəllənin əhalisi yay aylarında malqaranı yaylağa çıxarır. Özləri isə Xoşbulaq, Pir Sultan, Həsən Baba,
Həsən nənə dağlarının ətəyindəki yaylaqlarda istirahət edərdilər. Məhəllədəki evlərin əksəriyyəti Gəncə Memarlıq Məktəbinə xas olaraq bişmiş qırmızı kərpicdən inşa edilib. Maraqlıdır ki, o zamanlar Gəncədə hər bir varlı şəxsin özünün ayrıca özünü müdafiə qalaçası olub. Qırıqlı məhəlləsi də bu cəhətdən istisnalıq təşkil etmir. Köhnə 4 saylı musiqi məktəbinin arxasında gördüyünüz bax bu ərazidə də vaxtilə kiçik bir qalaça olub. Və qalaçanın izləri diqqətlə baxıldığı zaman indi də qalır. Qalaçanın tikilməsində əsas məqsədi isə bayaq söylədiyimiz kimi özünün müdafiə məqsədi, yad ellərdə müdafiə məqsədi olub. Bağmanın məhəllə Qırxılı, Xəlifəli, Şabanlı, Qazaxlar, Həlvə Əsənli bu məhəllələr Gəncə qalasının divarların kənarında olubdur. Əgər düşman basqın eləyəndə əhali qala divarının içinə gizlənirdi. Amma kənarda qalan əhalinin qala divarının içinə gizlənmirdi. Keçmişdə xanlıq dövründə, bizim qocaların danışdığına görə, xanlıq dövründə Gəncəyə ləzzətlər çox basqın eləyirlərmiş. Bu Qax, Zaqatala, Qutqaşın tərəfdən kül keçib gəlirlərmiş və şəhəri qarət eləyirlərmiş. Ona görə bu basqınlardan qorumaq üçün şəhərin özünə, Gəncənin özünün mərkəzində də Şahsuyanda hal-hazırda qalır. Şahsuyan meçidindən Şahsuyan küçəsindən aşağı gələndə meçidi keçən kimi 15-20 metr solda bir məhəllənin içində var. Ona kümbəzi deyirlər. Qalalar tikilirdi. Qalalar nətəli? Bu Şimali Qafqazda, Çeçenistanda, İnguşetiyada, Asetiyada olan qala bürüşləri kimi 400 kərpişdən hündür bürüşlər tikirlər. Üstünü kümbəzi kimi düzəldirdilər kərpişdən və üstünü su alırdılar. Adına kümbəzi deyirlər. Düşman hücum eləyəndə, ən çox onu qocalar danışırlar ki, ləzzilər hücum eləyəndə. Həmin qalaların evləri, qapılarını bağlamış, girirləmiş həmin kümbəzlərin içinə. Özlərini orada müdafiə edəmiş. Ləzzilər ora, yəni ləzzilər və yaxud da düşman ora basqın eləyəndə heç nə eləyə bilmirdi. Çünki nə yandırmaq mümkündür, nə güllə keçmir onun, divarları qalın idi. Hal-hazırda bizim köhnə məhəllədir burada. Orada uçuş xarabası qalıb. Orada da var idi. Mən görməmişəm, atam görmüşdü. O danışırdı ki, ona da babası danışır ki, ləzzilər bura hücum eləyəndə biz bu qalada gizlənirdik. Sonra bu Sovet dövründə uçurduq falan, istifadə edir materiallarından, qalmayıb onun yeri, bir kalafası qalıb, ali heç nə yoxdur. Amma burada çox köhnə məhəllələrin çoxunda var həmin kümbəzilər. Bəzi adam ona kümbəz deyir, bəzi adam qala deyir. Qalıbdır məhəllələr. Bax, hal-hazırda bu Yay Kino Teatrı var, Qaf küçəsində, Təbriz küçəsində. Orada bir məhəllə qalıbdır, bütöv qalıbdır. Məhəllənin diqqəti cəlb edən tikililərindən biri də Qırıqlı məscididir. Digər məhəllələrdə olduğu kimi, burada da məscidin əsas hissəsi məhəllə cəmaatının vəsaiti hesabına tikilib. Lakin Qırıqlı məscidində də Qırıqlı məscidin tikilmə tarixi barədə söylənən fikirlərdə bir qədər ziddiyyət təşkil edir.
Bişmiş, qırmızı kərpicdən inşa edilən Qırıqlı məscidinin tikilmə tarixini nə yerli sakinlər, nə araşdırmaçılar, nə də ziyalılar dəqiq ifadə edə bilmirlər. Gəncənin tarix yaddaşı kitabının müəllifi mərhum Fərrux Əhmədov məscidin tikilmə tarixini 1650-ci il olduğunu göstərərək 19-cu əsrin 80-ci illərində sadəcə olaraq Hacı Qasım adlı məhəllə ağsaqqalının vəsaiti ilə bərpa edildiyini vurğulayır. Məhəllə ağsaqqallarının və ziyalılarının da bununla bağlı yekdil fikri yoxdur. Tarix düzgün qoyulmayıb var. Urus nə bilirdi ki? Amma indi arxivdən oraya yazıblar, onu qanunu arxivdən çıxardıblar. Arvad da madədir, bu səfər dedim xala, bu şey arvad. Nədir, Allah'ın anası. Dedim, axı bu belə yazılmışdı, indi bu da. Dedi, bunu arxivdən çıxardıb yazıblar. Amma onu Urus yazıb, dəmirdən yazıb deyil, devlət tərəfindən qorunur. O meçidin palçığının hətta ayaqlanmasında bu küçənin qırığı cəmaatının köməyi olur. Kimin pulu var, imkanı var, pul verir. İmkanı olmayan gelip heç olmasa orada fəhləni yedir. Torpağının palçığını qatladır. Hələ bir qoca qadın vardı, Molla Məsmə deyirlər. Məşhur adam 110 yaşında rəhmətə getdilər var bu küçəmizdə. Molla Məsmə deyirlər. Molla Məsmə danışırmış ki, mən uşaq idim. Gedib battaq ayaqlayırdıq meçidin battağını. Yığırıblar bunlar, meçidi tikiblər, Darhosa deyilən yer qalıb, pul çatmır, qutarıb. Hacı Qasım bir şey deyirlər ki, ay Hacı Qasım dayı, pul qutarıbdır, qalmışıq belə. Cəmaatdan gənə pul yığaq mı? Qeyb eşiğini ərat eləmir, cəmaatın vəziyyəti ağırdır. Mən özüm oranı tikdirərəm. O, imkanına da mıymış. Xas çəkib təkcə özü. O meçidin aşağı çəkib, bunları təkcə o tikdir. Nəzərə alanda ki, məscidin inşası maliyyə vəsaitinin çatışmamasına görə yarımçıq qalıb və yerdə qalan işlər Hacı Qasımın vəsaiti hesabına tikilib. Onda bu məscidin tikilmə illərini 19-cu əsrin 70-80-ci illəri ilə bağlamaq olar. Məscidin inşasında ha belə məhəllə ağsaqqalı Hacı Mehdi də fəallıq göstərib. 1870 yazıblarsa, uyğun gəlir. Bilsə niyə? Məsmə xala biz o yaşında rəhmətə gedir. O gün əgər uşaq vaxtı gedib orada battaq ayaqlayırmış da, deməli, yaxından tikilmiş. Bu meçidin yaxından tikilməsinə mən inanıram. Həmin buna görə inanıram. Bax, bu arvad danışırmış ki, uşaq vaxtı gedib biz battağını ayaqlayırdıq. Bir buna inanıram. Bir də o ağsaqqallar ki, danışır ki, Cümə meçidinə gedir, orada nəyrazlıqlar olurdu, dabadalar, cürbəcür. Həm də yol uzaq idi, ağsaqqallar yığılıb gəlir özümüzə meçid tikək. Ona görə başladılar meçid tikdirməyə. Bağmanda başladı, bu mod oldu, meçid tikdirməyə. Bala Bağman meçididir, orada Fatma-i Zəhra xanım adına. Ora necə, gələ 882-dir, 84 gün tarixi. Bax, burada ola bilər. Mən buna inanıram ki, bunlar bu devirdə tikilmiş olan. Qavaq yox. Qavaqlar hamı Cuma meçidinə gedirilmiş. Elə qurulub ki, Bağman məscidləri maraqlı cəhət odur. Bunu çox adam bilmir. Demək, bu məsciddə əzan veriləndə hara qədər eşidilirsə, axırıncı səs kəsilən yerdən o biz məscidləri tikiblər ki, yəni əzan veriləndə Şah-Abbas məscidindən başlayaraq hərrləmə bütün Bağmanı hərrlənirdi. Yəni belə-belə oradan əzan eşidilirdi, məsələn, Ozan məscidi əzan veriləndə, Bala Bağman məscidində. Bala Bağman məscidində əzan veriləndə, Qırxılı məscidində əzan veriləndə, Qazaqlar məscidində, Qazaqlar məscidində əzan veriləndə Xəlfəli məscidində eşidilirdi, bilirdilər vaxtı. Yəni elə tikilib məscidlər, bunu nəzərə alıblar, məsafəni nəzərə alıblar. Üzərində minarəsi olmayan Qırıqlı məscidi ibadət salonundan və 2 köməkçi otaqdan ibarətdir. Abidənin köhnə giriş qapıları 2 tağ olub ki, bu da o dövrün məscidləri üçün xarakterik sayılırdı. Qapı açılan yerin yuxarı hissəsi konusvari olmaqla aşağıya doğru meyl etdikcə genişlənir. Qapının üstünün hörgülərində kərpiclər eninə və tininə qoyulub. Xaricdən dördkünc formada olan abidənin içərisindəki otaqda minbərsiz hücrə var.
Sonradan abidiyə əlavə olunaraq tikilən hissələrin qabaq və arxa tərəf divarlarının inşasında çay daşından istifadə edilib. Binanın giriş qapısının sol tərəfində, sağda və solda divarın içində həyəti işıqlandırmaq üçün şam qoyulan 2 taxça indi də qalıb. Əlavə hissənin ikinci mərtəbəsində hücrənin bir tərəfə açılan taxta qapısı, bir pəncərəsi və ağacdan hazırlanan taxta şəbəkəli eyvanı var. Məscidin hücrəsinin damı balıqbellidir. Günbəzin üstündə bir böyük, 2 kiçik aypara var. Məscidin içərisində 8 konusvari hücrə darufsardan başlayır. Döşəməyə doğru getdikcə genişlənir. Camaat ibadət etdiyi zalın darufsarında stilcə edilən ərəb əlifbası ilə ağ rəng içərisində göy rəngdə yazılar yazılıb. Bunlar Qurandan götürülən surələrdir. Bu yazılar yüksək qabiliyyətə malik olan, naməlum ustanın əlindən çıxan gözəl sənət əsəridir. Hacı Qasım məscidin ətrafına barı çəkdirib, tağlı darvaza qoydurub. Qırıqlı məscidindən Sovet hakimiyyəti illərində dini abidə kimi istifadə edilməsi qadağan olunur. Məscid müxtəlif zaman kəsiklərində Şəfa Çiçəyi əczaxanası, yaşıl aptek kimi fəaliyyət göstərir. Lakin ölkəmiz müstəqillik əldə etdikdən sonra məscid təmir olunaraq yenidən əhalinin istifadəsinə verilir. Bugün Qırıqlı məscidi öz arxitektura, memarlıq üslubuna görə diqqəti cəlb edir. Məhəlliyə demək olar ki, xüsusi yaraşıq verir. Bununla da daha bir Gəncə məhəlləsinə doğru gedən cığırın sonuna gəlib çatdıq. Verilişimiz haqqında hansısa fikir və rəyləriniz olarsa, aşağıda göstərdiyimiz elektron ünvanımıza yazın. Daha bir qədim Gəncə məhəlləsində görüşənədək salamat qalın.